Azərbaycan olaraq və yəni xalq olaraq sevirik də ki, hər şey full olsun, belə deyək, maşının içində hər bir şey olsun. Həqiqətən baxsan ki, çox funksional bir şey, hər bir o rahatlıq üçün hər bir şey var. Sadəcə olaraq bu düzdür, üzdə görsənən bir şeydir. Amma şübhələr qalır. Şübhələr qalır ki, daxildə yəni o bir-birinə əvəzləyirmi onlar? Mən sizə belə deyim, avtomobillər günümüz etibarı ilə götürəndə çoxdur. Yəni hər cibə uyğun. Yəni siz bu dəqiqə 100.000 dollara da Çin avtomobili ala bilərsən, 15.000 dollara da Çin avtomobili ala bilərsən. Burada hər cürə segment var və Çin bazarı elə bir formada belə deyim dominantlıq eləyir ki, hər kateqoriya üzrə Çin avtomobili tapa bilirsən. Və burada da yenə qalır məsələ sənin büdcənə. Yəni Çin avtomobili ucuzdur, amma filan monitorları var, filan şeyləri var, o demək deyil ki, yaxşıdır. Yəni yenə də ucuz ətin şorbası məsələsi burada gündəmdədir. Yəni heç vaxt öz dəyərini itirməyən bir sözdür mənə görə.